İnsan qiyamət günü elmlə çıxa bilər, faydalı elmlə. Elmə də mani olan səbəblər var. Başa düşməyə, elmə mani olan səbəblər var. Onlar da günahlar da asilikdir. Yaddan çıxmaq və s. Necə İmam Şafi rahiməhullah böyük alimlərdən olur. Özü də güclü əzbərləyənlərdən olur. Yəni bir dəfə baxmaqdan əzbərləyir. Lakin ona baxmayaraq öz şeyxinə Vaqiyə rahimallah elmin, yəni yaddaşının zəhri barəsində şahid edir. O isə buyurur, deyir ki, şeylə cavab verir buna. Şikayət etdiyim Vaqiyə hifzin zəifliyindən, tövsiyəsi bu oldu, əl çək asiliyindən. Sonra bəyan eylədi, elm deyərlər nura, bil ki Allahın nuru verilməz asi qula. Ona görə qardaşlar, elm nurdur, Allahın nuru. Faydalı elmi Allah subhanət hala ancaq sevdiklərinə bəxş edir.